Bu insanların qorxusu şövqü ilə qarışıqdır. Allah haqqında belə bir söz var, deyir, ey o Allah ki, belə deyir, hər kim nədən qorxursa ondan qaçır. Ey o Allah ki, səndən qorxanlar sənə tərəf qaçır. Allahla münasibətin gözəlliyi bundadır. Mən görmüşəm bəzən, ana əlini qaldırır uşağını vurmağa, uşaq anaya tərəf qaçır. Çünki öyrəşib ki, həmişə çətin günündə az yaşlı uşaqlarda belə olur. Nəsə bir problem olanda ki, qaçdığı ünvan anadır, ananın özündən də təhlükə görəndə özünə sığınır. Allahla münasibətin keyfiyyəti belədir. Allah xoş deyir, bəzən görürsən elə bil ki, adamı qorxudur. Nə üçün? Qorxudur ki, nəvaziş eləsin. Qorxudur ki, sən qaçasan, tez alsın qucağına, başını sığallasın, sənə aram eləsin. Odur ki, qorxu ilə övliyalar eşqbazlıq eləyir. Rəngi ruhu görsən qaçıb, deyir, ilahi, məni cəhənnəmdə yandıracaqsan, filan Həzrət Əleyhisselam. Allah da onun könlünü alır, rəhmət nazil eləyir, ona sığal çəkir, bundan zövq alır. Odur ki, qorxunu vasitə eləyir ünsiyyətə, qorxunu vasitə eləyir Allahla razı niyaz üçün.